Azərbaycan futbol tarixində ilk dəfə olaraq qrupdan çıxmağı bacarmış Qarabağ Konferans Liqasının It's a story, it's a long story, a sad story. İmarət Stadyonu 12 may 1993-cü il. Şəhərdə vəziyyət olduqca gərgindir. I think it's a story that really deserved to be known all around Europe. Azərbaycan futbolu üçün çox böyük zərbələr olub. İmkansızlıklardan çıkmış, evi yok, stadyumu yok. Bir avtobus bileti aktaran bir kulüp başlayır. Ve indi dünyanın en nəhəng klublarıyla mübarizə aparırsınız. Bir hedefimiz olup ki Qarabağ adına yaraşan, Qarabağ adını layıkınca temsil edebileceğimiz bir komanda yaratalım. Maç bitir ve bu tarihi karşılaşma Qarabağın qələbəsiyle başa çatır. Çempionlar Liqasının möhtəşəm musiqisini artıq özümüz Bakıya gətirmişdik, özümüz azarkeşlərə sunmuşduq. Bizim üçün İmarətdən, Qarabağda, bu tribunlardan artıq heç nə yoxdur. Qarabağ Futbol Klubu bir kulüpten çok üstte bir şeydir.